Ve değerli dostlar, aziz bizim daimi dostlarımız, tamaşaçılarımız sizi salamlayıram. Demək, dünənləri mənə Facebook üzərində dost olduğumuz Nuriye xanım Könül bir şeir göndəribdi. Mənim əziz bacım və değerli bacım. O mənə bir şeir göndəribdi. Şeir mənim əzizə nəvəmə həsr olunubdur. Və mən düşünürəm ki, Nuriye bacım, değerli şairəmiz 8 Mart münasibəti ilə təbrik eləmək üçün həm də göndəribdi mənim nəvəmi. Mən ona təşəkkürümü bildirirəm və Nuriye bacımı, onun simasında, onun timsalında bütün dostluğumuzda olan değerli bacılarımızın hamısını, hər birinizi 8 Mart Beynəlxalq Xanımlar Günü münasibəti ilə təbrik edirəm. Hər birinizə can sağlığı və ailə saadəti və uğurlar arzulayıram. Və mənim dəyərli bacım Nuriye xanımın, Nuriye Könülün həmin o nəvəmə həsr elədiyi, həmin o şeirini sizə təqdim eləmək istəyirik. Dəyərli dostlar, dəyərli tamaşaçılarımız. Mənim şıltaq əzizəm, mənim şıltaq əzizəm, nə dərd görmə, nə də qəm, çiçəklərə ol həmdəm, ay ömrümün gülşəni, baban çox sevir səni. Baban çox sevir səni. Sən hamıdan göyçəksən. Sən hamıdan göyçəksən. Xoş ətirli çiçəksən. Sinəmdəki ürəksən. Bağçamın yasəməni. Baban çox sevir səni. Baban çox sevir səni. Şirin dilli bülbülüm, şirin dilli bülbülüm, cənnət ətirli gülüm, ay saçları sümbülüm, heç üzmürsən kimsəni, baban çox sevir səni. Baban çox sevir səni. Mənim şəkər bal qızım, mənim şəkər bal qızım, yanaqları al qızım, göy üzündə ulduzum, həyatımın süsəni, baban çox sevir səni. Baban çox sevir səni. Gülüşün bir tamaşa. Bəh, bəh, bəh. Gülüşün bir tamaşa. Sevincli, xoşbəxt yaşa. Arzun dəyməsin daşa. Lalə, Nərgiz çəməni, baban çox sevir səni. Baban çox sevir səni. Baban çox sevir səni. Baban çox sevir səni.